2001-ci il sentyabrın 1-də Nərimanov rayonu 17-ci polis bölməsinə müraciət edən vətəndaş Tarverdi Həsənov 25 yaşlı oğlunun oğurlanması haqqında məlumat verir. O, avqustun 31-i təxminən axşam saat 19:30-da oğlu Rızanın yaşadığı ev 33, mənzil 30-dan çıxaraq naməlum istiqamətə getdiyini və geri qayıtmadığını bildirir. Nərimanov rayon polis idarəsinin istintaq şöbəsində hadisənin artıq ilkin əlamətlərini nəzərə alaraq Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə cinayət işi qaldırılır. Sentyabrın 4-ü polis idarəsinə gələn Tarverdi Həsənov naməlum şəxsin zəng etdiyini və oğlunun azad edilməsi üçün $1 milyon tələb etdiyini deyir. Onun sözlərinə görə təxminən səhər saat 11:30-da telefon əlaqəsi yaradan naməlum kişi Dağıstan ləhcəsi ilə rus dilində danışaraq oğlunun həyat yoldaşına oğlunu oğurladıqlarını deyib, o bir həftə vaxt verdiyini və əlavə zəng edəcəyini bildirib. Ətrafı dindirilən Tarverdi Həsənov heç kimdən şübhələnmədiyini, oğlunun Murad adlı şəxslə yoldaşlıq etdiyini, lakin onun şəhərin hansı ünvanında yaşadığından xəbərsiz olduğunu deyir. Atanın dediyinə görə Muradla təxminən avqustun əvvəllərindən özünün içəri şəhərdə sahibi olduğu əntiq dükanına gəlib gedən Musa tanış edib. Tarverdi Həsənov əlavə olaraq oğlunun tanışlarından yalnız Abşeron otelində işləyən Leyla adlı qızın adını çəkib. Başqa ata istintaq üçün vacib məlumat verə bilməyib. Oğlunun itkin düşməsindən 15-20 gün əvvəl Tarverdi Həsənovun yanına gələn oğlunun tanışları Murad və Musa, onlarda 30 qram osmium elementinin olduğunu və həmin elementin 1 qramının $30.000 satdıqlarını söyləyirlər. Bu epizodla bağlı Tarverdi Həsənovun ifadə protokolunda belə qeyd olunur. Kitablardan bu elementin radioaktiv, çox baha və yalnız dövlətdə olduğunu bilirdim. Maraq üçün baxmaq istədim. Səhəri gün Murad, Musa, tanımadığım Ruslan və daha 2 nəfərlə 1307 nömrəli Jiguli avtomaşını ilə 6-cı mikrorayonda aralıqda yerləşən bir evə gəldik. Orada Ruslan radiasiyanı oxuyan bir şey göstərdi. Bundan sonra pasportumu zamin qoyaraq sertifikatı götürdüm. Lakin sonra gördüm ki, sertifikatda yazılanlarla onların dedikləri düz gəlmir. Tanışlarım isə mənə dedilər ki, bütün şəhər artıq bu cür sertifikatlarla doludur, cəmaət belə aldadılır. Tarverdi Həsənov eləcə də qeyd edib ki, oğlu oğurlanan günün səhəri Murad mağazaya gəlib və satıcıdan Rızanın tapılıb-tapılmadığı ilə bağlı maraqlanıb. İstintaqın gedişində fakt üzrə Rıza Həsənovun son günlər kimlərlə telefon əlaqəsi saxladığını müəyyən etmək məqsədi ilə avqustun 1-dən ona məxsus mobil telefona daxil olan və çıxan zənglərin siyahısının götürülməsi zərurəti yaranıb. Alınmış siyahı Rıza Həsənovun ailəsi tərəfindən tanınmayan bir mobil nömrə ilə vaxtaşırı danışdığını göstərir. Müəyyən olunur ki, həmin nömrə də öz növbəsində Bakıda 8 şəhər nömrəsi ilə əlaqə saxlayıb. Daxili İşlər Nazirliyinin əməkdaşlarının apardıqları əməliyyat tədbirləri nəticəsində Rıza Həsənovun atasının içəri şəhərdə müdir olduğu əntiq mağazasına tez-tez gəlib gedən Murad adlı şəxsin baş çəkdiyi ünvanlar da müəyyən olunub və video çəkilişlər aparılıb. İnqilab küçəsi ev 71, Yasamal rayonu Abdullayev küçəsi 7, mənzil 19, Əhməd Rəcəbli küçəsi 5, mənzil 34, Mərdanov qardaşları küçəsi ev 156. Qeyd edək ki, sadalanan bütün 4 ünvanda, eyni zamanda zəng olunan həmin 4 nömrədə həmin vaxt Çeçen əsilli vətəndaşlar yaşayırdı. Sentyabrın 5-i əntiq mağazasına gələn Qurban adlı şəxs Tarverdi Həsənovla, yəni ata ilə görüşür. O, oğlunu oğurlayan şəxsləri tanıdığını və bu cinayətin Murad adlı şəxs tərəfindən törədildiyini bildirir. Naməlum şəxs Həsənov hörmət edəcəyi təqdirdə ona köməklik göstərəcəyini vəd edir. Elə həmin gün təxminən axşam saat 23:30-da özünü Ruslan kimi təqdim edən şəxs Tarverdi Həsənova zəng edərək məbləğin $600.000 endirildiyini və həmin pulun təcili çatdırılmasının vacib olduğunu deyir.
Əməliyyatçılar tərəfindən müəyyən edilir ki, rabitə əlaqəsi Gürcüstan Respublikasının ərazisindən və mobil telefondan yaradılıb. Bununla bağlı Bakı şəhər Baş Polis İdarəsinin 2 polis əməkdaşı Gürcüstana ezam olunur. Lakin təəssüf ki, Gürcüstanda araşdırma müsbət nəticə vermir. 25 yaşlı Rıza Həsənovun oğurlanmasından 10 gündən çox vaxt keçsə də, onun dəqiq harda saxlanılmasını, sağ yoxsa ölü olduğunu kimsə bilmir. Hətta onun Respublika hüdudlarından kənarda olması da istisna edilmir. Hadisə qeydə alındığı gündən təxminən 2 həftə sonra 13 sentyabr 2001-ci il tarixdə Binəqədi rayonu 7-ci polis bölməsində bir vətəndaşın Binəqədi kəndində qəbristanlığın yaxınlığındakı evlərin birində saxlanılması ilə bağlı məlumat daxil olur. Beləliklə ev mühasirəyə alınandan sonra əməliyyat həyata keçirilir. Evdə olan Akif və Ələmdar Məsimov qardaşları dərhal həbs olunurlar. Sorğu-suala tutulan hər iki şəxs polis işçilərinə səhv etdiklərini və yanlış məlumatla gəldiklərini deyirlər. Məsimov qardaşları Allahın adını dillərinə gətirərək təkidlə inandırmağa çalışırlar ki, bu əməliyyat səhv ünvanda keçirilir. Onların ümumiyyətlə bu işdən xəbərləri yoxdur. Bununla yanaşı polislər ona inanmır, evin içində və həyətində aparılan axtarış zamanı nəzərdə tutulan məqsəd üçün əvvəlcədən hazırlanmış gizli zirzəmidə bir gənc oğlanın girov olaraq saxlanılması məlum olur. Axtarış zamanı evdən eyni zamanda Akif Məsimova məxsus olan naqan tipli tapanca və narkotik maddə hesab olunan heroin də aşkar olunur. Bəlli olur ki, Akif və Ələmdar qardaşları Çeçen millətindən olan 4 nəfərlik bir qrupla cinayət əlaqəsinə girərək vətəndaşları qaçırıb öz həyətlərindəki balaca zirzəmdə 80 sm enində və 80 sm dərinliyində qazılmış kiçik bir quyuda gizlədirlər. Həyətə baxış keçirilən zaman həqiqətən də deyilən yerdən Rıza Həsənovu polis əməkdaşları müəyyən edərək çıxarır. Rıza bildirir ki, Çeçen millətindən olan 4 nəfərlə bir yerdə yemək yeyib içiblər, sonra onu maşına qoyub aparıblar. Maşında apararkən onun böyrəklərindən vurub döyüblər. Səsi çıxmasın deyə başına kisə keçiriblər. Haraya aparıldığını isə özü də bilməyib. Girovluqdan azad edilən və istintaqda zərər çəkmiş qismində dindirilən Rıza Həsənov avqustun 31-i günorta saat 3-də Musa adlı tanışının onun əl telefonuna zəng vurduğunu və həmişə olduğu kimi saunaya dəvət etdiyini bildirib. Yalnız o yadındadır ki, təxminən yarım saatdan sonra onu darısqal bir quyuya salıblar. Təxminən 1 saatdan sonra özünü Akif kimi təqdim edən şəxs gəlib və onunla Azərbaycan dilində danışmağa başlayıb. Sonrakı günlər onun yanına gələnlərdən və yemək gətirənlərdən biri də Ələmdar olub. Günlərin sayını itirdiyinə görə dəqiq neçə gün orada qaldığını bilməyib. Təxminən 10 yaxud da 12 gün hesablaya bilib. 1956-cı il təvəllüdlü Akif Məsimov və 1963-cü il təvəllüdlü Ələmdar Məsimovla yanaşı görülən tədbirlər nəticəsində həmin Murad adlı şəxs də tapılaraq həbs edilir. O, yəni Murad Qaytiyev 1972-ci ildə Grozno şəhərində anadan olub. Rızanı evində girov saxlayan qardaşlardan biri Akif Məsimov taksi firmalarında işləyərkən may ayında maşınla milliyyətcə Çeçen olan İmran, Ruslan və tanımadığı daha bir şəxsi Samur postuna aparıb. Geri qayıdarkən İmran onlara oğurlayıb gətirəcəkləri başqa millətdən olan adamları saxlamağı, yaxınlarından pul aldıqdan sonra bölüşdürmək təklif edib. Təxminən iyul ayında Akif Məsimov İmran adlı şəxsə Binəqədidə olan evini göstərib, Çeçenlərin sifarişi ilə o avqustun 16-sından 26-sına qədər ailə üzvlərindən gizlincə quyu qazıb. İmran növbəti dəfə zəng etdikdə Akif artıq quyunun hazır olduğunu bildirib. Elə həmin gecə gəlib quyuya nəzər yetirən İmran və Ruslan yaxın günlərdə adam gətirəcəklərini və bu iş qurtarandan sonra ona $40.000 pul verəcəklərini vəd ediblər.
Sentyabrın 1-i təxminən gecə saat 1-2 arası İmran, Ramazan və Həmzət 10 FB 380 dövlət nömrə nişanlı Jiquli avtomaşını ilə yəhudi kimi təqdim etdikləri bir cavan oğlanı, yəni Rızanı gətiriblər və bir neçə dəqiqədən sonra qollarını zəncirlə bağlayaraq quyuya atıblar. Qəribədir ki, günün əksər hissəsi onun başının üstündə 106 FM radio dalğasında yayımlanan musiqi səsləndirilib. Akifdən başqa girov barədə yalnız onun qardaşı Ələmdar məlumatlı olub. 2002-ci ilin fevralında məhkəmə silahlı dəstənin ələ keçən 3 üzvünə hökm elan ediblər. Ələmdar Məsimov 14, Akif Məsimov 13, Murad Qaytiyev 11 il azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər. Salamat qalın.